Şəmkir rayonunda 27 yaşlı oğlan sevgi münasibətində olduğu yetkinlik yaşına çatmamış qıza intim hərəkətlər etməkdə ittiham olunub. Məlumata görə 1999-cu il təvəllüdlü intizam yetkinlik yaşına çatmayan Sevda ilə aralarında yaranmış sevgi münasibətləri səbəbindən 2024-cü ildə qeyri-rəsmi ailə qurub. İstintaq orqanı tərəfindən intizam barəsində Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham elan edilib. İntizam ifadəsində göstərib ki, təxminən 3 il əvvəl Şəmkirdə istixanalarda fəhləlik edərkən Sevdanı bəyənib. O ifadəsində deyib, təxminən 3 ilə yaxın sevgi münasibətində olduq. Həmin dövrdə bir neçə dəfə görüşərək gəzib söhbət etdik. 2024-cü ilin iyul ayında mobil telefon vasitəsilə danışarkən evlənmək qərarına gəldik. Sevda mənə ya elçilərini göndər, ya da gəl məni qaçırt dedi. İyulun 12-sində Sevda öz istəyi və razılığı ilə gələrək mənim olduğum taksiyə əyləşdi. Sevdanı evimizə apardım və orada birlikdə yaşamağa başladıq. Sevda 2024-cü ilin noyabr-dekabr aylarında hamilə qalıb. 2025-ci ilin sentyabrın 21-də Səmanı dünyaya gətirib. Qızıma hamilə olanda Sevdanı Şəmkir rayon mərkəzi xəstəxanasına apardım. 16 yaşlı olduğu üçün bu barədə Şəmkir rayon polis şöbəsinə məlumat verildi. Təqsirləndirilən şəxs bildirib ki, Sevdanı qaçıran zaman həmçinin sonrakı dövrdə ona hədə-qorxu gəlməyib və heç bir zor tətbiq etməyib. Sevda ilə faktiki olaraq ailə münasibətlərindəyik. Hazırda bir uşağım var. Zərər çəkmiş şəxs 18 yaşına çatdıqda rəsmi nikaha girmək fikrindəyəm. Bu cinayət işinə Şəmkir rayon məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə maddəsi tətbiq edilib. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 2 il şərti cəza verilib.